Məclisimizin bu gözəl görüş günü münasibətində məclisimizdə yenə müəllimlərimiz iştirak edir, gözəl müəllimlərimiz iştirak edir. Mən Cavad müəllimi, Rövşən müəllimi xahiş edərdim mikrofonumuza yaxınlaşsınlar, onlar da öz ürəkləri sözlərini desin. Və bir də xahiş edirəm onlarla bərabər qazilərimiz kəndimizdən nə qədərlə döyüşüb qazi olanlar var, onlar da hamısı yaxınlaşsınlar, öz ürək sözlərini desinlər. Buyurun Rövşən müəllim, Cavad müəllim. Kəndimizdə döyüşən qardaşlarımız, qazi qardaşlarımız, mən xahiş edirəm yaxınlaşın mikrofona, siz də öz ürək sözləriniz. Bu kolda, kosta, dağda, daşda o qədərlə qolumuzu tikan cırıq ki. Heç olmazsa bu gözəl gündə siz də yaxınlaşın bir ürək sözlərinizi deyin. Hoş geldiniz. Çox sağ olun. Mənə söz verdiyinizə görə. Mən özüm İşıqlı kəndindən olsam da özümü Qazar kəndinin sakini hesab eləmişəm. Aprel döyüşlərindən sonra Müşfiq, mən, Toğrul, Aydın arzulayırdıq ki, Qazar kəndi, mən arzulamışım daha doğrusu ki, Qazar kəndi işğaldan azad olsun. Mən o kəndin üstündə keşik çəkim. O mənə qismət oldu, üsül mən o dağın üstündə keşik çəkdim. Və özümü 92-ci ilin döyüşçülərinin davamçısı hesab eləmişəm, həmişə. 12 var idi. Döyüşməyə ixtiyarımız yox idi, məktəbli idi, amma mənə qismət oldu, həm vətən müharibəsi, həm antiterrorlar. Çox şadam. 5-10 əskər mənə bugünkü gündə hərbisi kimi deyirəm, 5-10 əskər mənə komandir desə də mən özümüz cəmaatımızın əskəri hesab edirəm. Allah elimizi, ovamızı var eləsin. Hoş gəlmişsiniz kəndə. Allah canınızı sağ eləsin. Qayda, gireyləm orada, dur bura. Dur bura, ha, dur bura, dur bura. Mənim danışıqladım yoxdur, Allah sən danış. Fuad, mən ikinci dəfəni danışıram. Bir də deyim, hoş gəlmişsiniz bir də. Həmişə elinizdə, obağınızda, kəndinizdə. Gün o gün olsun ki, həmişə bax belə gözəl günlərdə görüşəyin, iştirak edəyin. Fuad, sağ ol, qoca qartal. Buna bir qoca qartal. Hoş gəlmiş yalnız. Həmişə belə bir xeyir işlərdə olaq. Elə olsun ki, indən belə tez-tez belə şeylər keçirək. Sağ olun. Bunlara bir Aydın, bunlara bir
Demek ordumuzun, xalqımızın heç nəyə ehtiyacı olmayan vaxtı, şükür Allah, yəni vətənimizin hər bir şeyi vardı. Müharibənin o möhkəm gedən vaxtlarında. Yəni cəmaatımız az qalırdı ki, arvadlı kişili o Qaraxan bəldən basın gəlsin bəri. Mən səhərdən gəlir elə həməşə, yəni bizim hər bir işimizdə dəstək olan gözəl qardaşımız, Aydın qardaşımız həməşə dəstək olur. Şahin qardaşımız həməşə dəstək olur. Yəni Şahin də, Aydın da, yenə deyirəm, ehtiyac olmayan bir vaxtda ordumuzda onlar maşını doldurub, ordu ilə bir yerdə demək olar ki, Qəcərə girdilər. Paypuşt elədilər, ona qulluqlarında durdular, su gətirdilər. Yəni onların da zəhmətlər olur. Mən istəyərdim onları da qiymatlandırım və onlar da yaxınlaşsınlar. Səhərdən əziyyət çəkir Aydın qardaşımız. Şahin qardaşımdan xahiş edirəm, onlar da bir-birə sözlərini desinlər, ondan sonra məclisin bir vaxtlarında davam edesin. Yəni biz kənardan hər bir şeyə baxıb, öz qəlbimizdə, öz dəftərimizdə yazıb saxlayırıq. Lazımı gələn qiymatlandırır. Yəni onun əmoğulluğa, xaloğulluğa heç bir daxili yoxdur, heç bir adiyyəti yoxdur. Allah Teala bütün bu ürəyi təpərli xalqımızı, xalqımızın evlatlarını həmişə var eləsin. Həmişə sizi irəlidə eləsin, həmişə sizi göylərdə eləsin, qabaqda eləsin. Həmişə bax belə əl tutan olasınız, həmişə belə köməyə yarayan olasınız. Biz də baxaq sizinlə fəxr ederiz. Buyurun qardaş. Çok teşekkür ederim söz verdiğinize göre. Çok güzel vurgulandığı için ben de devamlı olarak diyelim bütün şehitlerimize Allah rahmet eylesin. Bizim kendimizde değil, bütün Qarabağ şehitlerine ve o cümleden biz çok şahit olduk ki bizim kendimizde bayağı güzel vurgulandı. Bizim kendi hiç tanımayan Xaçqusardan vardı, Xaçmazdan vardı. Elə güzel kardeşler vardı, burada dövüşürdüler. Onlardan Allah rahmet eylesin. Şəhid olanlar da vardı. Bütün şəhidlərin hamısına Allah rəhmət eləsin. Onların yeri onsuz da cənnətdir və qazilərimizə Allah can sağlığı versin. Və sözün əsl mənasında bizim Ali Başkomandanımız həqiqətən də çox məğrurluqla, çox bir siyasət işlədərək bizim bütün torpaqlarımız Qarabağın işğalda olmuş, nəinki Qarabağ. Bu yaxınlarda inşallah Zəngəzurumuz da azad olar. Məmnunluqla, məmnunum mən, qürurla deyərəm. Və o cümlədən mən bir haşiyədən kənara çıxmaq istəyərdim ki, biz Əlxanın burada adını qeyd eləmək istəyərdim. Əlxan və Faiz bizə şərait yarattı. Müharibə gedə-gedə biz maraqlandıq ki, necə kəndə gəlmək olar. İnanın, bizim sevincimizin həddi o dürəti yox idi. Amma sən düz vurğulursan, öz 06-sı ilə, maşını ilə könüllü olaraq, burada canlarını qoyaraq, mallarını qoyaraq gəlib bax burada kəndimiz uğrunda bizə belə deyək də kəndimizi almaq uğrunda mübarizə aparırdılar. Kəndimizin heç belə deyək də adını bilməyən evlatlarımız idi. Və mən deyərdim ki, biz bu kəndə ilk dəfə gələndə müharibə gedə-gedə Əlxan və Faiz qardaşımız ilk olaraq mən onu vurğuluyum. Bayrağı öz döş cibində gətirib bayrağı ilk kəndə girən bizim kəndçilərimizdən Faiz Əlxan, bayrağı ilk sancan Faiz Əlxan olub. Ben onları alqışlayıram. Sağ olsunlar, var olsunlar. Və biz hansı bir qaydada hər kəs özü belə deyək də bizim Azərbaycan xalqımız bir oldu, həmrəy oldu. Bu gün mənim sevincimin həddi o dürəti yoxdur. Ona görə ki biz Azərbaycanımızın həmrəyliyini gördüyümüz kimi bugün mən fəxr və qürur ilə deyərəm ki bizim kəndimizin birliyini gördüm. Mən bütün Qazar kəndini, Qazar elini alqışlayıram. Var olsunlar. Bax həmişə hər zaman bax belə bir olaq, mehriban olaq. Və o zaman biz həmişə bir-birimizdən mehriban olduğumuz qaydada daha da gözəl olar, kəndimizə daha da tez qayıdarıq. Və bir daha bu qanlı qadalı günlər bizlərdən uzaq olsun. Bu gündən etibarən mən deyirəm ki, bax, həmişə bax açıqlandı ki, bu musiqilərlə tezliklə toy, şənlik nəsib olsun. Kəndimizdə təzədən yeni evlərimiz qurulsun, evlərimiz tikilsin, kəndimiz bərpa olsun, kəndimizə qayıdaq. Və mən yenə də deyərdim ki, zəhməti burada olan həddindən artıq çoxdur. Bizim uşaqlarımız, bizim belə deyək də, bizim üçün müqəddəs olan bir dənə qəbristanlığımız var. O qəbristanlığı da təmizlədilər, hasar aldılar. Burada mən deyərdim ki, Müşfiq qardaşla bağlı ona Aydın Xaloğlu kimi demirəm. Həqiqətən də vətənpərvərlərdən daha çoxdur burada hamısı. Ki, yəni təşrif buyurdular, təşəbbüsarlıq elədilər. Toğrul qardaşımız burada olmayaraq, Qazaxstanda minlərlə kilometr buradan olmayaraq dəstək verirdi həmişə. Çoxların adını vurğulamaq istəmirəm. Çünki onlar elə istəyirdi ki, onlar nəyəsə adları hallanmaq üçün, nəyəsə üçün deyildi. Sizlər də bax, öz belə deyək də bazarınızla döyüşdünüz. Bütün kəndimiz, el-oba, Azərbaycan döyüşdü. Hamını alqışlayıram. Bu günümüzə çox müşküllər olsun deyirəm.
sağ ol, minnətdaram. Xaloğlu, təşəkkür edirəm mən də. Müşfiq, xahiş edirəm gəl bura. Toğrul, sən də gəl bura. Hüseynov Elşad buradadır, yoxsa yox? Toğrul, Elşad buradadır. Ay Müşfiq. Müşfiq, Elşad burada yoxdur. Ola bilər, hə, burada ola bilər, gedər. Mən də bəyaqları, ağsaqqallarımız dediyi kimi, mən də şəhidlərimizə Allah rəhmət eləsin deyirəm. Qazilərimizə can sağlığı versin deyirəm. Şəhid analarının qarşısında baş əyirəm, onu deyirəm. Və dövlətimizə, dövlətimizin başçısına öz təşəkkürümüzü bildiririk. Xalqımızın adından, elimiz, obamız adından. Ona görə ki, həqiqətən də bizim yuxuda gördüyümüz bir yuxunu bizə çin elədilər. Heç kimin ağlına gəlmirdi ki, biz bu günləri Qazarda bu palatka qurub belə bir məclis. Ona görə bizim dövlətimizin başçısına, cənab İlham Əliyevə və dövlətimizə və hərbiçilərimizə başda ən böyük zabitindən tutmuş ən balaca sıravi əskərinə qədər təşəkkür edirəm. Və bu günləri bizim bu dərin qurulmasında hamı dediyi, hamı deyirdi bəyəxdə. Müşfiq, çox sağ ol. Sən bu WhatsApp qruplarını yaratmaq və illa kənd alınmamışdan qabaqda çox əziyyətlər çəkmisən. Sənin ətrafında da bir çox adamlar olub. Onlardan biri də bizim dostumuz Alikdir. Alik, sən də xahiş edirəm qardaş. Dur yavru. Və Şahin dedi, Toğrul qardaşımız həqiqətən də çox, yəni qərib ölkədə yaşasa da ürəyi burada olub həmişə. Elşad Hüseynov bizim sinif yoldaşımızdır. Allah rəhmət eləsin, Sabir müəllimin oğlu. Həmsinin Elşad. Nə zaman nə olubsa, hər kəsdən öncə özü qabağa verib ki, mən buradayam. Müşfiq, sənə can sağlığı arz edirəm. Sən ola bilər, bunları eləməsən, heç kim də gələ bilməz. Sən qabağa düşdün ki, bu hər kəs bunun dalınca gəldi. Mən bir daha sənə təşəkkür edirəm. Burada zəhmət olanların hər birisinə ayrı-ayrılıqda təşəkkür edirəm. Və bizim elimizin, ovamızın sənətkarları buradadır. Rasim Talıbov. Rasim müəllim böyük sənətkardır. İnanın Allaha, Respublika səviyyəli bir musiqiçidir. Musiqiçilikdən də əlavə. Deyərdim, Füzuli musiqiçilərinin ağsaqqalıdır. Rasim müəllim, sizə təşəkkür edirəm. Rasim müəllim bizim Qacar kəndindən da, elə bilməyin ki, Şahinin də bəli, əmisi oğludur. Həbib müəllim, təşəkkür edirəm qardaş. Kilometrlərlə gəlmişsiniz. Siyavuş, Xaloğlu, sən də təşəkkür edirəm. Əli Ösət, təşəkkür edirəm. Və bu yoldaşların hər birisini bura dəvət edən Elxan qardaşımız. Elxan, Allah sənə can sağlığı versin. Allah o balalarını sənə gözü dolusu versin. Allah balalarını xoşbəxt eləsin. Həmişə, bax bu səsin, bax həmişə, siz çörək istəyəndə həmişə yaxşı çörək istəyirsiniz də. Allah da həmişə sizin çörəyinizi bol eləsin. Öpürəm sizi, təşəkkür edirəm. Öpürəm səni. Gün o gün olsun, bugündən belə bizim toylarımızın elə həmişə bu Qacarda apartıcısı sən olasan. Öpürəm, təşəkkür edirəm. Müşfiq, istəyirəm sən də bir kəlmə söz deyərsən. Alikdə və Toğrulda. Çox sağ ol qardaş. Əziyyətimizi dəyərləndirdiyinizə görə bizim tədbirlərimiz çox oldu. Maddi də, mənəvi də bizə dəstək göstərən hər bir kəsə təşəkkür edirəm. Adların çəkməyənə qutarmaq olmaz. Amma düzdür, sosial şəbəkədə, WhatsApp qruplarında adlarını çəkirəm. Amma ağsaqqallardan 4 nəfərin adını çəkəcəm. Yəni daimi qar demədilər, qış demədilər. Gəlib qəbirstanlıqda bərpa işlərində bizə dəstək oldular. Yanımızda oldular. Əsəd əmim, Gəray, Faiz, Əfqan. Bunların hər birinə böyük təşəkkür edirəm. Elə kənd cəmaatı adından. Cavanların da hər birinə, onlardan sonra üzə gələnlərə cavan deyirəm də, onlara da kənd cəmaatı ilə adından hamını. Çünki təşəkkürü həmişə cəmaat mənə göndərir. Mən də onlara
ünvanlayıram. Çox sağ olsunlar. Yəni həmişə dəstək göstərdilər. Bugünkü bu tədbirdə də yəni əziyyət çəkən yoldaşlar çox oldu. Amma ən çox bugünkü tədbirdə Alik qardaşımız 2 gündür yatmır. Gecə mən getdim yatmağa, amma and olsun Allaha, Alik səhərəcən burada. Alik də, qardaşı Nurəddin də, Əliyev Budaqda. Qazaxıstandan, dünən deyirəm, işin gücün qutarıbsən. Qazaxıstandan gəlmişsən, bura ətin milçəyən qoluyursan. Adama dedim gülərlər. Sağ olsunlar, qardaş. Sənə böyük təşəkkür edirəm. Həqiqətən də sənin çox böyük əziyyətin oldu. Çox sağ olun hər biriniz. Ramiz yadımdan çıxıb yetim. Çox sağ olsun. Özdə ailəvi o gəlib burada işləyir. Həqiqətən də, yəni o kişinin oğlunu da nə iş desəm o adam burada görür. Uf demədən, nə bilim qaşmadan, sızıldamadan. Çox sağ olsun hər biri. Əsəd əmmin adını çəkdimsə Rövşənə ehtiyac yoxdur. Rövşən inciməz. Yəni yenə deyirəm, çəkilisi adlar çoxdur. Yaxşı olar da Alik də özü nəsə bir ürək sözü varsa deyərdi. Sağ olun qardaşlar. Allah bu günü bizə çox görməsin. Bu gün gözəl gündür, yadda qalan bir gündür. Allah Teala elə bir günlər qismət eləsin ki, tez bir zamanda biz yerimiz obamıza toplanaq. Allah hamınızı var eləsin. Bizim də borcumuz oydu ki, biz sizi biraz toplamaq üçün nə başarırdıq onu eləyirdik ki, yaxşı olsun. Cəmaatımız bir-birindən görüşsün. Nə əziyyətimiz var, haqq qalal boş olsun. Çox sağ olun. Axşamınız xeyir olsun, əziz Qəşər kəndinin cəmaatı, milləti. Hər birinizi mən də salamlayıram. Xoş gördük bir-birimizi bu kəndimizdə. Bəlkə də bizdən çox söz deməyə haqqı olan insanlar var, haqlarını halal eləsinlər. Yəni o Qazaxıstandan gəlmək nəminə o hamısı boş şeydir. Qürurla demirik onu biz. Bizim qürurla deyəcəyimiz bir söz var ki, bugünkü gün bizim doğma kəndimizdəyik. Qacar kəndindəyik. Hamılıqla bir yerdə. Düşü təşəkkür edirəm mən də öz növbəmdə. Sağ ol, əziyyət çəkdin. Axırı ki, bu məclisi başa gətirdin. Əziyyəti keçən hər bir insana təşəkkür edirəm. Biz burada yoxuq, orduyuq, amma yəni qəlbimiz buradadır, fərqi yoxdur. Özünüz bilirsiniz. Yəni bizimdəki o borcumuzdur. Yəni orada elə bir şey o deyiləsi də deyil ki, yəni ki, mən bunu qürurla deyim ki, mən bellədim. Yox. O bizim borcumuzdur. Hər biriniz xoş gəlmişsiniz. Allah bizim şəhidlərimizə rəhmət eləsin. Yəni bu bir şablon söz deyil, bu hamı deyir, amma yəni bu ürəkdən deyilən bir sözdür. O hər bir cümləmizdə, hər bir çıxışımızda, hardasa bizə bir söz verilirsə, onların adı hallanmalıdır. Onların qarşısında baş əyirik. Qazilərimizin qarşısında baş əyirik. Bizim döyüşçü qardaşlarımızın, Rövşənimizin adlarını çəkmədiyimiz simasında, Rövşənin simasında bütün döyüşçü qardaşlarımızın Allah hamısının canı sağ eləsin, hər birinə kömək olsun. Onların balaları görməsinlər. Ataları bu yolu nətər deyim, bu işi tamamladılar. Balaları onların o işə bir də yəni ehtiyac olmasın girməyə. Həmişə xoş səma altında yaşasınlar. Sağ olun. Uzalı qalmışdım, əl səndən ötürü, qürbətə dönmüşdü yüz elim mənim. Uzalı qalmışdım, əl səndən ötürü, qürbətə dönmüşdü yüz elim mənim. Közərmişdi ağzımdan, dil səndən ötürü, donanın başına qəşərim mənim, donanın başına qəşərim mənim. Abi biz de üzr istəyirəm. İlhan davam elə. Cavad qardaşımızı yəqin tanıyırsınız da. Cavad qardaşımız bizim Toğrul qardaşımızın kürəkənidir. Amma ürəyi həmişə bizimlə, bizim kəndlə döyünür. Qardaş, buyur, söz sənin.
Çox sağ olun. Xoş gəlmişəm kəndinizə. Ona görə deyirəm ki, biz həm yerliyik, xoş gördük həm yerlilərim. Mən Füzuli rayonunun Pirəhmədli kəndindənəm. Rəhmətlik Məhəmmədin kürəkəniyəm. Allah dünyasını dəyişən Qacarlılara rəhmət eləsin. Baxmayaraq ki, bu günü görmədilər, amma ruhları şaddır. Müharibənin yolları keçən bir insan kimi də danışıram. Füzuli işğal olunduqdan sonra təbii ki, bura qayıtmaq çox çətin idi. Düşməndə ola. Bir dəfə 5-ci ildə Qarakollu kəndinin dəli kərizini paylaşmışdım. Dedilər, sən 95-ci ildə haradaydın ki, sən orada o şəkli çəkmirsən? Dedim, yox, mən elə oradaydım. 702 nömrəli hərbi hissənin kəşfiyyat bölüyü heç vaxt ermənilərə bu ərazilərdə dinçlik verməyib, biləsiniz. Bizə ölüm mələkləri deyirdilər. Gələr, əzər, keçərdik. Götürüb apardığımızı da götürüb aparardıq. Və onu da deyim ki, 30 ildə onlar bu ərazilərdə heç də rahat oturub durmurdular. Eyni zamanda bunun da nəticəsində Horadiz əməliyyatı baş verdi və biz Horadiz əməliyyatında 22 kənd bir qəsəbəni azad edərək geriyə qayıdışın təməlini qoyduq. Baxmayaraq ki, 96-cı ildə bu əməliyyatlardan sonra mən tərxis olundum. Onu da deyim ki, hərbi xidmətlərə görə medali ilə təltif olmuş ilk Füzuli vətəndaşıyım. Bir də deyirəm, kəndinizə xoş gəlmişik. Və nəhayət bu ölüm mələklərinin davamını da bayaq Torul qaqam dedi ki, Rövşən kimi igidlərimiz davam elətdirdi. Və beləliklə bizdən ilham alan, bizdən təlimlənən Horadiz əməliyyatı, Lələtəpə əməliyyatı, Talış əməliyyatı və dalınca 44 günlük müharibədə Şuşa əməliyyatı ilə nəticələndi. Hansı ki, onu ancaq Azərbaycan ordusu bacarırdı və bu bacarığın içərisində Füzuli uşaqlarının sözün həqiqi mənasında uşaqları deyirəm, çünki 702 nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün əksər üzvləri, əskərləri, cəngavərləri və Füzuliləri. Bu da bir tarixdir. Allah canınızı sağ eləsin, amma Allah şəhidlərimizə rəhmət eləsin. Onsuz da onlar rəhmətlikdir. Məkanları cənnətdir. Ruhları şad olsun. Elə şəhidlərimiz olub ki, son sözünü atasının arasında yox, məhz mənim özümə deyib. Bu ağır bir yaddaşdır. Müharibənin qanı qadasıdır. Amma şəhidlərimizin ruhu şaddır ona görə ki, bugün Qacar kəndi Qacar gününü qeyd edir, məhz Füzulidə, azad olmuş Füzulidə. Və nəinki Füzulilər, Azərbaycan Respublikası Qacar gününü qeyd edir. Bugün tarixli gündür. Var ki, anı götürüb mükəmməlləşdirirsən, var mükəmməl anlar yaşayırsan. Siz Qacarlılar doğrudan da döyüşkən xalqsınız, döyüşkən kəntsiz. Füzulinin giriş qapısı Qacar idi. Və Qacar cəmaatı neçə dəfələrlə düşmənin qarşısını alıb və neçə dəfələrlə o giriş qapısından girməyə qoymayıb. Şəhidlərinizin qarşısında baş əyirəm. Hansı ki, o kəndin qəhrəman oğulları var idi. Və nəhayət, dövlət o zaman güclü olur ki, eyni zamanda həm döyüşən ordusu olur, həm şəhidləri olur, həm qazilər olur, həm qəhrəmanlar olur. Amma eyni zamanda siz cəmaatın köçüb yaşaması da dövlətin artıq gələcəyindən xəbər verir. Sizlər olmasaz dövlət də olmaz. Hər bir dünyaya gələn uşaq bir ölər mindirilərik adı ilə şəhidlərin xatirələri olacaqlar. Və beləliklə sizin çoxalan sayınız bizim azad Füzulimizin və azad Ərgünəşimizin artıq oradan mərmilər kəndimizə yağmayacaq deyəcək bir qəhrəmanlıq salnaməsi gəldi. Gəlişimiz mübarək olsun. Xoş gördük hamınız. Çox sağ olun bu xoş sözlərə görə alqışlaya xahiş edirəm. Buyurun, məzisiniz. Ay burada əsarətdən bağlar qalmışdı. Burada əsarətdən dağlar qalmışdı. Yollar bağlanıb, bağlar qalmışdı, bağ. Burada Zabul Seyyala, Əhməd Qaval ağlar qalmışdı. Dolanıb var
başına ey gəşərim mənim, dolanım başına Füzulim mənim. Ben de salamlayıram sizləri. Mən də yağlı bətdənəm burada. Yəni bizim də məclisimiz var. Məni Sabit qardaş zənglə gəlmişəm bura. Deyir götür silahını, hazır ol balam. Bir Azərbaycan ordusu bir ürəkdən alqışlayağın. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə şəfa versin. Allah veteranlarımızı qorusun. Deyir götür silahını, hazır ol balam. Mənim şürəhli dəmir qol balam. Bu yol qələbəyə gedən yol balam. Zəfər salmaq üçün vaxtdır, məqamdır. Çünki Qarabağ Azərbaycandır. Gül açsın Gülüstan, gül axsın Araz. Yaşasın kamancar, çalsın telli saz. Gələcək nəsil üçün tarixini yaz. Xaini, naqisin, nadanı qandır. Bilin ki Qarabağ Azərbaycandır. Bu yolda analar saçını yoldu. Azadlıq naminə qırğınlar oldu. Ak qızır, qara qızır, sərvətin boldu. Xəzinən xəzərdir sərvətin. Ceyhan, sən güclü vətənsən ey Azərbaycan. Mən bu yerdə vətənə fərq qoymaram. Sənin elin, mənim elim saymaram. Baxma ki razı beylə qanlıyam. Sənin hər qarışına olaram qurban. Sən güclü vətənsən ey Azərbaycan. Eşq olsun Azərbaycanımızı. Bir-birləşmiş Azərbaycan ordusun. Bir ürəkdən alqışlayaqı. Allah sizləri var eləsin. Qəşər yağlı və dəxli yox deyin, acamatlıq, yeni obayıq. Allah sizləri var eləsin. Günə gün olsun, bura həmişə xeyir işlərə gələyini inşallah. Çox sağ olun. Deyir, Allah səni də var eləsin. Mən sizi tanımıram, yalnız bildim ki qəşərdənsiniz. Allah sizləri var eləsin. Deyir, gəlsin. Ay imkan varsa yol, əldən verməyin, keflə yaşayın gödək ömrü. Aysan, aysan. İmkan varsa yelden vermeyin, kefle yaşayın gödək ömrü. Ne tez geleyim, ne tez gedir ay balam, sanki qovur külək ömrü. Dedim ömür getmə dayan, yaşamaqdan kimdir doyan. Dedim ömür getmə dayan, yaşamaqdan kimdir doyan. Qanun qoyub qərar yazan, şaş yazaydı minə ömrü, ay aman aman, aleynim ay. Bir payız vaxtı çiçək açmaz, yüz sulasan solan ömrü. Nə tez gəlib, nə tez gedir, sanki qovur külək ömrü. Dedim ömür getmə dayan, yaşamaqdan kimdir doyan. Qanun qoyub qərar yazan min yazaydı gərək ömrü. 80 yaşa kim razıymış, onun əqli dayazıymış. Həyatımız naziymiş, insan ömrü, çiçək ömrü. Gələr gedər, yaz da, qış da. Qocalacaq dağ da, daş da. İnsaftırmı yarı yaşda, Əzrailə verək ömrü. Dilimizə söz veribdi, görmək üçün göz veribdi. O qadir Allah yaman az veribdi. Gözəl ömrü, göyçək ömrü. Kileyli bəylə getmə üzdən, dastan yarat yaxşımızdan. Əvvəl axır alar bizdən. Boş veribdi fərək ömrü, boş veribdi fərək ömrü. Deyir, biz artıq zamanla yaxlaşmışıq. Sizdə vəziyyət nətərdir qardaş? Bu zalim dünyanın, qoca dünyanın bir günü səhərdən betərdi qardaş. Qabaq bir səs idi, bir avaz idi. Yurna qabal idi, bir də saz idi. Qazancı çox idi, xarcı az idi. Hamıya 5 manat yetərdi qardaş. Göydən bərəkət qoxurdu onda. Sular öz çuxuru ilə axırdı onda. Allah üzümüzə baxırdı onda. Torpağa nə atsaq bitərdi qardaş. Ay razı o baba, o nənə getdi. Daha nə talandı, daha nə getdi. Adət tapdalandı ay dostlar. Ənənə getdi, bu millət nələri itirdi qardaş. Bu millət nələri itirdi qardaş. Sağ olun, var olun. Ay 80 yaşa kim razıymış? 80 yaşa kim razıymış? Onun əqli Allah'ta razıymış. İnsan ömrü ne manasıymış? İnsan ömrü, çiçek ömrü bana.
dastan yaşıb yalan sözdən. Bir gün ay balamalar bizdən boz verildi fəlaya. Ay iş məhəbbətim, son məhəbbətim, gəliş məhəbbətim, son məhəbbətim. Ay iş məhəbbətim, son məhəbbətim, gəliş məhəbbətim, son məhəbbətim.
Mənə elə gəlir ki, burada əyləşən, yəni əhalimizin bəlkə də 80%-nin üstündə Qacarımızın gözəl ziyalısı, gözəl ağsaqqalı, gözəl müəllim olan cəm ölənlərimiz Allah rəhmət eləsin, Fazil müəllimin böyük zəhməti var. Fazil müəllimin özü gözəl həm də qələm əhli idi. Gözəl şeirləri vardı Fazil müəllimin. Onlardan bir dənəsin 30 ildən artıqdır ki, Rövşən, yəni mən belə evlatlarla həmişə fəxrləyirəm, yəni atasının yazdığın 30 ildən çox ki, cibində gəzdirir. Düzdür, mən onu əzbərdən bilmirəm, yəni yazıdan oxuyacam, amma yəni Fazil müəllim özü də çox istəyərdi. Şəxsən mən də bu kəndin bir evladı kimi ürəkdən istəyərdim ki, Fazil müəllim özü mikrofon qarşısında bu yazdıqlarını desin. Həqiqətən də gözəl bir ailə başçısı, gözəl bir müəllim, gözəl bir ziyalı. Uzun illər bizim orta məktəbin direktoru olub, böyüyü olub. Nə bilim, ölənlərimizin hamısına Allah Teala rəhmət eləsin, Fazil müəllim də onların içində. İcazə versəydiniz, əmə ol, onu bir yavaş-yavaş görək, oxuya biləcəyik yoxsa yox. Şeirimizin adı Qacarım şeiridir. Mənə elə gəlir ki, hamımızda xoş olacaq. Mən nə qədər çalışsam da, yaxşı oxuya bilməsəm də, amma mənə elə gəlir ki, hamımızda xoş olacaq. Çünki o ad çox gözəl, xüsusi adlardan biridir mənim qəlbimdə həmişə. Bir yanı ocaqlı, bir yanı xəzəz, kirs başın üstünə bir ay qacarım. Dolanıb boynuna elə bil ki, xəz, köndə çatmaz, heç bir çay qacarım. Çoxdandır kəsilib toy düyün səsi, mərhum Xan Əhmədin Şahnazla. Bu böyük dünyada yoxdur kimsəsi, özünü yettin tək sanır qacarım. Vətən bir gün qalxar, evladın səslər, rədd edər düşməni, qalmaz pis izlər. Gümüşü bulaqlar yolumu gözlər, bir qurban kəsərəm bu yay. Qacarım. Allah rəhmət eləsin. Yəni ürəyi həmişə Qacarla döyünən müəllimimiz olub. Hatirəyəm, dəftəriyim durur qarşımdan, dolanır bir ölməyən sevda başımda. Hatirəyəm, dəftərim durur qarşımda, dolanır bir ölmə sevda başımda. Gözəl Qacarımda, cavan yaşımda bağaya. Gözəl Qacarımda, cavan yaşımda bir gözəl sevdim, yadıma düşdü balayam. Sağ olun, sağ olun. Allah'ın işe səsini verməsin. Gəzdi Qacar qolumda, varmı yoxmu görürdüm o. Gəzdi Qacarım, ey qolumda, varmı yoxmu görürdüm onda. Bu xanəndə qəlbimlə onun yolunda, min dərdə düşdüm, yadıma düşdü bala. Yaşa. Deyir, çoban tonqalında odda yanmağa, qardaşlıq çınqılda donub batmağa, zirvələrdə qıy vurub pərvazlanmağa, Vüqarlı dağlara qaytarım məni. Anam layla desin dönüm uşağa, nənəm qonaq etsin bala qaymağa. Alma dərib qoza salva atmağa,
oduz bulaqlara qaytarın məni. Bir səhər kəstirib qəmbərin yolun, şad xəbər söyləyim, müşkülü qalın. Razıyam deyir, boynuma kəndir salın. Tək ki Füzuliyə, tək ki Qazara, tək ki bütün qağımıza qaytarın məni. Kardeşlerin sağlığı olsun. Kardeş, arkalandıyım gerek kardeşa. Kardeş, arkalandıyım gerek kardeşa. Saudetle biz ömrünü bırak başa. Bir anam etinden geldik dünyaya sen ey kollarımın kudreti kardeş, saadeti kardeş. Can dedik, can eşittik, başa vursun koy yüreklerimiz. Hem yansın bizden ibreti kardeş. Sen ey kollarımın taqeti kardeş, taqeti kardeş. Sen bizim ellerin ruhuna bir bak. Bizden incimemiş bir aziz kola. Sen bizim ellerine ruhuna bir bak. Bizden incimemiş bir aziz kola. Nişanlı kızların görüşten kabak. Telini saymak yadıma düştü bana. Biz düz kardeşik ha, bizim bir kardeşimiz de muhtardır. Kardeşim, men asın bilmeyi istesem, bedenimde vurgu duyuyor. Sabiti kardeş, sabiti kardeş, düşman meydanında. Ay dostlarım bede yanında. Ey Polat, ey Polat, tek yüreğimin dağıdı qardan, yoş dağıdı qardan. Dünyada həmişə eynən zaman balam. Ürəyimsə də tapıb döyünən zaman. Etrafınıza bakın ey kardeşler, söylen zaman. Polat Yaşar Xanın dağıdı qardan, yavuş dağıdı qardan. Kardeşler var olsun, həmişəyə can deyib can eşitsinler. Əzirəm gələrəm, ay Həbib, dağı daşı keçib gələrəm. Zərgardan bura gəlmək yasaqdır da İrzivan yolu. Günlər o günlər olsun gəzər torpağımda, toylu düğünlü günlər olsun arzu eləyirəm. Allah olsun Allah'a ay təməz. Vallah Qazakistan'dan olsam da qaçıb gələrəm. Dağların qari oldu, bağçalar barla doldu ay Osman. Günlər o günlər olsun, əhdim ürəyimi çartlatdı ay Orxan. Günlər o günlər olsun ki Yorxanın toyu olsun. Onda görsün bu qara oğlan neler eyler balam, neler eyler. Əziz hoş gəl gedək bizim ellərə. Könlün nə istəyirsə var Qarabağ.
dillər əzbəri. Ey alma Qarabağda, mən Qarabağda bala. Gördüm bu yerlərdə sular coşub daşırlar. Keşiklər bahara nəğmə qoşurlar. Vəfalı dost kimi qucaqlaşırlar. Kaman Qarabağda, tar Qarabağda balam. Əsrəm gül olsun, çiçək olsun. Bugün gəncər elində gözən toy büsaxdı. Ay elim babam, gözlərimiz aydın olsun. Aman ay, aman aman, aman ayda dibirdadır. Çok sağ olun. Allah Teala bu sözü sizden almasın. Hanımlarımıza da bir söz vererdik. Bu günlerin meclisimizde Lale Hanım, xahiş ederim yaxınlaşasınız bura. Dünənlərim, yəni hərə bacardığım, yəni mən öz işimi deyim, mən də ətin milçəyin qoruyordum. Yəni mən elə bir böyük iş görmürdüm. Amma Lale Hanım dünənlərin bütün bu həyətin zirzibini, yəni o cür xanımlığı ilə hamısı kulokları dənliyib və parpojqa yığırdı. Yəni o da əlindən gələni bacarırdı. Gözəl bir xanım və Nargül xanımı mən mikrofonumuza dəvət edirəm. Kəndimizin sayılıb seçilən, həm də yəni ürək övrətmirəm, həm də bir şəhid həyat yoldaşı kimi xanımlarımıza söz vermək istəyirəm. Lale xanım, dünən həqiqətən məni öyrətdin. Yəni, mən həmişə sən mənim qəlbimdəsin. Amma yəni, elə işlər var ki, ondan o işi gözləmirsən, amma o işi görür, onda adamın ürəyi köyrəlir, ürəyi parçalanır. Yoxsa sən həmişə bizim qəlbimdəsən. Buyurun, elimizin, obamızın bu gözəl günündə mən istərdim ki, xanımlarımız da sözü desin, başda da sən olmaq şərtilə. Buyur əzizim. Hər birinizi salamlayıram və hər birinizə gözünüz aydın olsun deyirəm. Bugün biz vətən torpağındayıq. Bu vətən torpağı uğrunda əziyyət çəkən, canınız belə sipər edən, şəhid zirvəsinə ucalan, qazi adını alan, bütün oğulların qarşısında baş əyirəm. Dünyasını dəyişənlərə, şəhid olanlara Allahdan rəhmət, qalanlara can sağlığı arzulayıram. Mən bugün fəxr edirəm. Mən bugün fəxr edirəm ki, mənim bu cür elim obam var. Mən bugün fəxr edirəm ki, mənim el obamın anaları, xanımları bu cür evlatlar böyüdür. Mən bugün qürurlanıram. Bizim ulu öndərimiz belə bir söz deyirdi. Fəxr edirəm Azərbaycanlıyam. Gözəl millətim, istiqanlı, səmimi, əqidəli, qüdrətli millətim. Mən bugün fəxr edirəm ki, mən Qacarlıyam. Mən bugün fəxr edirəm ki, mənim yanımda vətənimin belə qeyrətli evlatları var. Həyatda bundan gözəl nə ola bilər? Hər birinizin qarşısında baş əyirəm. Bugün nəinki Mahir qardaşım deyir ki, dünən belə elədi, el elədi. Qollarımı çırmalayaram, hər yanı təmizləyərəm, gül-güzarana döndərərəm. Təki siz sağ olun. Təki vətən oğlu yaşasın, təki vətən oğlu sağ olsun. Bugün məni saydığınıza görə, mənə söz verdiyinizə görə təşəkkür eləyirəm. Dinlədiyiniz üçün hər birinizə minnətdaram və yenə də deyirəm, güc birlikdədir, bir olaq, birlikdə olaq və bircə sözdən çox xoşum gəlir, insanlığımızı itirməyək. Hamıya eyni gözlə baxaq, heç kimi bir-birindən seçməyək, can deyək, can eşidək, bir-birimizin arxasında dayanaq. Sağ olun, çox minnətdaram. Nə yaxşı ki, mən Qacarlıyam. Mən bayaq sözümü dedim, demək olar ki,
Lalə müəllimədən sonra heç ehtiyac duymuram nəsə mən deyim, mənə söz qalmadı. Ancaq bugün burada o qədər görmək istədiyimiz insanlar var idi, amma yoxdular. Hökümə xanımdan tutmuş, Ofeliya xanımdan tutmuş, kəndimizin həkimləri, ziyalı müəllimləri, müəllimələri, çox insanlar bugün burada olmağı çox təəssüf edirəm, yoxdular, görmədilər. Evlatları gördüm, min şükür Allaha, nəvələrinin toyları olsun burada, nəticələrinin toyları olsun bu Qazar kəndimdə. Hər birinizə təşəkkür edirəm. Hər birinizə təşəkkür edirəm. Bu istidə əziyyət çəkdiniz, haqqınızı halal eləyin. Kəndimizə nə eləsə yazdı, nə etsə yazdı. Allah Taala igidlərimizi qorusun, indən belə heç kim müharibə görməsin. Bizim çəkdiyimizi Allah heç kimə çəkdirməsin. Bugün yaşamağa nə var ki? Biz çörək növbəsində dururduq, çörək tapmırdım. Ac qalan günlərimiz olub bizim. Bugünə şükür. 1000 dəfə şükür bugün Qazar deyək. Ac olaq, Qazarda olaq. Sizlərə şükür. Sağ olun, minnətdaram. Çox sağ olun, çox sağ olun. Nizami Gəncəvi İskəndərnamədə yazır ki, şəhvətə uyarmı aşiq olan kəs? Eşqə yabancıdır, etiraz, həvəs, sevgi təmənnasız hakimdir cana. Təmənnalı sevgi yaddır canana. Mən Allah Teala'dan hamınıza təmənnasız sevgi arz edirəm. Yəni, oynamaq istəyirsiniz. Buyurun, buyurun Aksan.
Arzu edirəm ki, bütün qədəmləriniz həmişə şad günlərə gəlsin, xoş günlərə gəlsin. Qacarımızda həmişə toy olsun, bayram olsun. Sizlərsiz olmasın bizim bir günümüz. Çox sağ olun, gəldiyinizə görə təşəkkür edirik. Elimizin adət-ənənəsini mən xahiş edirdim. Əmuşluq da bizim boynumuzdadır. Fərqi nədir ki? Buyur, özünü bir təqdim elə qoy. Muşik gəl. Ramiz bir dənə yaxınlaş mikrofonu. Evdə qoy musiqiçilərimizi əziyyət çəkib, ayaqları tərləyib. Arasına bir züstür. Tamam Mahir, bu elimizin adətidir, həmişə musiqiçilərə corab dəsmal verərdilər. Biz də o köhnə adət-ənənələri yaşadırıq, yaşayırıq inşallah. Allah canını sağ eləsin. Allah aydın canını sağ eləsin, müşrikin canını sağ eləsin, hamınızın canını sağ eləsin. Bəh, 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 bəh. Bundan yoxdur. Ramiz bir dənə mikrofona yaxınlaş Ramiz.
kibriyle kaşına Seni sevip elimden koydun alıp başına Vermedim dudağına kibriyle kaşına Çalabilseydim ömrümü günümü yere verirdim Halinde eşkimi icra eyleseydim Min kişi bir bemi zile verirdim Ay zile verirdim Hüsran deminden gülünle şeyler solar semende bak Bülbül nane çekir Hüsran deminden gülünle şeyler solar semende Bak bu tabiatın hökmü olsaydı məndə Qanqalın ömrünü gülə verərdim Ay gülə verərdim Sağ ol evet. Bu güzel alemi, bu güzel alemi Bəxtiyarkən seyredey bu güzel alemi Ay bayram eylesin her vüsal demi Sizinle bugünkü keçirdiğim bu güzel günü Ay benim elim, ay benim obam Sizinle keçirdiğim her dəqiqəmi İnanın ki belə illərə aya verəydim ya